Salam, yeni çıxan sınaq toplumumuzdan sınaq 2, 9-cu sınağın sualın izahını istəmişdir. Dişi heteroqamet canlının toxumluq və yumurtalıqla yetişmə zonasına bərabər sayda hüceyrə daxil olmuşdur. Əgər sonda alınan Y cinsi xromosomlu yönəldici cisimciklərin maksimum sayı 16 ədəd olarsa, toxumluq və yumurtalıqda cəmi neçə hüceyrədə qütblərə yalnız X-ə malik xromosomlar çəkilmişdir? Əgər biz bilirik ki, dişi heteroqamet canlıda yumurtalığın yetişmə zonasına bir hüceyrə daxil olarsa, sonda 4 hüceyrə əmələ gəlir. Biri qametdir, 3-ü yönəldici cisimcikdir və əmələ gələn hüceyrələrin yarısı X cinsiyyət xromosomuna, yarısı isə Y cinsiyyət xromosomuna sahib olar. Burada isə deyir ki, yönəldici cisimciklərin, Y cinsi xromosomlu yönəldici cisimciklərin maksimum sayı 16 ədəddir. Bu maksimum say dediyinə görə biz belə qəbul eləyəcəyik ki, əmələ gələn bütün Y cinsi xromosomlu hüceyrələr hamısı elə yönəldici cisimciyin payına düşür. Deməli, cəmi əmələ gələn hüceyrələrin 16-sı Y cinsi xromosomludur. Deməli, elə bir o qədər də 16 ədəddə X cinsi xromosomlu hüceyrələr yaranmışdır. 16 üstəgəl 16. 32 ədəd hüceyrə əmələ gəlib. Yetişmə zonasına bir hüceyrə daxil olanda 4 əmələ gəlirsə, deməli 32-si əmələ gəlibsə, 32 böl 4, 8 başlanğıc hüceyrə var. Yəni, yetişmə zonasına 8 hüceyrə daxil olmuşdur. Həm yumurtalıqda, həm də toxumluğun yetişmə zonasına. Ardını oxuyaq. Deyir ki, toxumluq və yumurtalıqda cəmi neçə hüceyrədə qütblərə yalnız X-ə malik xromosomlar çəkilmişdir. Bax ki, bir hüceyrə yumurtalığın yetişmə zonasına daxil olur və dişi heteroqametdir. Deməli, onun cinsiyyət xromosomu XY şəklindədir. Birinci meyozda qütblərə həm X, həm də Y xromosomlara malik hüceyrələr, daha doğrusu hüceyrənin daxilində həm X, həm də Y xromosomlar qütblərə çəkiləcəkdir. İkinci meyozda isə bax, bu X daşıyan hüceyrədə yenə də qütblərə X xromosomlar qütblərə çəkiləcək. Burada isə Y xromosomlar qütblərə çəkiləcək. Deməli, yalnız X-a malik xromosomlar bax, bu hüceyrədə, hansı ki, ikinci meyoza daxil olmuşdur və ikinci meyozun anafazasında bu bir hüceyrədə qütblərə yalnız X-a malik xromosomlar çəkilmişdir. Meyoz 1-in anafazasında isə bax, bu hüceyrədə həm X-a malik, həm də Y-ə malik xromosomlar qütblərə çəkilib. Ona görə də mən burada yalnız X sözünə görə ikinci meyoza daxil olan bax, bu hüceyrəni götürürəm. Yəni, yalnız bu hüceyrədə qütblərə yalnız X-a malik xromosomlar çəkilib. Bir hüceyrə daxil olarkən, bizdə isə 8 hüceyrə daxil olub. Deməli, biri daxil olarkən birində, 8-i də daxil olarkən elə 8 hüceyrədə qütblərə yalnız X-ə malik xromosomlar çəkilmişdir. İndi baxaq toxumluğun yetişmə zonasına. Erkək homoqametdir, yəni XX cinsiyyət xromosomuna sahibdir. Bax, bu hüceyrə, XX xromosomlu hüceyrə yetişmə zonasına daxil olarkən meyoz 1-in anafazasında qütblərə X cinsiyyət xromosomlar çəkilir. İkinci meyozda isə bu hüceyrədə də meyoz 2-yə daxil olur və meyoz 2-nin anafazasında X-a malik xromosomlar qütblərə çəkilir. Eyni zamanda digər hüceyrədə də, yəni meyoz 2-yə daxil olan hər iki hüceyrədə qütblərə X xromosomlar çəkilir. Deməli, bir hüceyrə meyoz 1-də
qütblərə X-malik xromosomlar çəkilir və bu iki hüceyrədə, meyoz 2-də qütblərə X-malik xromosomlar çəkilir. Deməli, bir hüceyrə daxil olarkən 1, 2, 3 hüceyrədə qütblərə yalnız X-malik xromosomlar çəkilmişdir. 8 hüceyrə daxil olubsa, 8 vur 3 bərabərdir 24 hüceyrədə yalnız X-malik xromosomlar çəkilmişdir, qütblərə çəkilmişdir. Cəmini istədiyinə görə 8-in üzərinə 24 gələrəm. Bu mənə 32 cavabını verər. Ola bilər ki, məsələnin şərtində yalnız sözü olmasın. Əgər bu yalnız sözünü buradan götürəriksə, o zaman məsələnin həlli dəyişəcək, cavabı dəyişəcək. Çünki yalnız sözü olmadıqda mən yumurtalığın yetişmə zonasına daxil olan bu hüceyrədə də qütblərə X-ə malik xromosomların çəkildiyini görürəm. Həm X-a, həm də Y-ə malik xromosomlar qütblərə çəkilir. Amma yalnız X demədiyinə görə o zaman bunu da götürə bilirəm və bir də bu hüceyrəni götürə bilərəm. Bunu götürə bilmərəm çünki burada X yoxdur. X xromosomuna malik deyil bu. Deməli, o zaman cavab olur biri daxil olarkən ikisində X-a malik xromosomlar qütblərə çəkilir. 8-i daxil olduğu üçün isə deyəcəyik 8 vur 2 16-sında. Burada isə olduğu kimi elə qalacaq. Çünki burada X-a malik xromosomlar zaten qütblərə çəkilir. 1, 2, 3. Burada Y yoxdur onsuz da. Deməli, 8-i daxil olubsa 24-ündə. O zaman 16 ilə 24-ü topladıqda cavab eləyəcək 40. Deməli, bu zaman cavab dəyişəcək. Diqqətinizə görə təşəkkür edirəm.